Hello əzizlərim. Dünənləri bilirsiniz ki, Libra kitab mağazalarından 2 kitab almışdım və birini dərhal oxumağa başladım. Bu Sara Gio'nun Mart Bənövşələri kitabıdır, Fialkiv Martin. Əslində Sara Gio'nun süjet xətti bütün əsərlərində demək olar ki, eynidir. Keçmiş 50 il, 70 il, 80 il qabaqki hadisələr və indiki hadisələr. O vaxtki qəhrəmanlar, yəni ki, əsərin və indiki qəhrəmanların həyatlarının əlaqəsi. Bu da həmindir. Nakam məhəbbətdən bəhs edir Esther və Elliot. Nakam məhəbbətin axırı nə olacaq? Esther həqiqətənmi intihar etdi? Və yaxud bu bir illüziya idi? Görəsən nələr baş verdi? Hər zamanki kimi Sara Gio'nun əsərləri bir nəfəsə oxuyan, insanın maraq içində saxlayan, amma eyni zamanda bir nəfəsə oxuda bilən kitabdır. Bunu dünənki evə qaydanda bir yarım saat ərzində biraz avtobusda oxumuşdum. Axşam, gecə hamısını oxudum. Axıra bir, belə deyək də, 100 səhifəyə yaxın qalmışdı. Onu da indi bitirdim. Yəni, yatmasaydım, yuxum gəlməsəydi, onu da tez bir zamanda bitirə bilərdim. Oxumağa dəyər bir kitab, Sara Gio, Mart Bənövşələri. Hər zaman marifli olun. Sizləri sevirəm. Bu arada rəylərdə, şərhlər, komment, yorum nə deyirsinizsə yazın ki, siz hansı kitabı, ən axırıncı oxuduğunuz kitabı, ən sevdiyiniz kitabı, yəni mən müxtəlif janrlarda oxuya bilərəm. Mənim bugün keyfimə tarixi kitablar düşə bilər, sabahları məhəbbət romanı, daha sonra dedektiv, psixologiya fərqi yoxdur. Hansı kitabları mənə məsləhət görərdiniz? Hansı kitablardan siz təsirlənmisiniz? Hansı kitabları sevmisiniz? Hansı kitabları dəfələrlə oxuya bilərsiniz? Və son oxuduğunuz kitab rəy, yorum, komment, şərh bölümündə yazın. Necə deyirsinizsə. Sizləri sevirəm. Hər zaman marifli olun. Hoşça qalın əzizlərim.